Prezident İlham Əliyevin tapşırığı ilə Respublikamızın şəhər və rayonlarının ümumi təhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün ölkəmizi tanıyaq devizi ilə keçirilən növbəti maarifləndirici tur aksiyalara start verilib. Martın 24-də səhər saatlarında Göyçay rayonundan 40 nəfərlik məktəbli qrup Quba, Qusar, Xaçmaz marşrutu üzrə yola salınıb. Rayon İcra Hakimiyyətinin təhsil şöbəsi işçilərinin və valideynlərin iştirakı ilə Heydər Əliyev mərkəzinin qarşısında yola salma mərasimi keçirilib. Əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu və memarı ümumilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Yola salma mərasimində çıxış edən rayon təhsil şöbəsinin müdürü Rəşad Məmmədov, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən tur aksiyaların yeniyetmələrin vətənpərvərlik sahəsində tərbiyəsində, onların vətənimizin tarixini, maddi mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Valideynlər çıxışlarında şagirdlərin dünya görüşünün yüksəlməsində, onların Azərbaycançılıq ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edən tur aksiyalarının təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Mərasimin sonunda şagirdlər onlar üçün ayrılan xüsusi avtobusla Qubaya yola düşdülər. Gültəkin Əliyeva, Rəşid Rəşidov, Dünya TV.